üzr istəyirəm, bir dənə də sual verim. Sual ola bilsin biraz belə zahiri görünüşünə görə biraz çox üzr istəyirəm sizdən. Yəni ədəbsiz görsənsə, yəni burada bu söhbət var deyənə mən bunu deyirəm. Olmasaydı əsla mən cürət edib bunu deməzdim. Burada təkfir cəmaatı belə deyək də, təkfir ya da qismən təkfirlə məşğul olan cəmaatın əsas bizə rəddiyyəsi budur ki, deyir, siz İbrahim Ruhelidən dəlil gətirirsiniz. Ancaq Saudiyada deyir, İbrahim Ruhelini böyük kibar ulema, böyük alimlər məclisi deyir, mucize hesab edirlər deyir. Və bununla da vərəqlər, hətta 4 formatda vərəqlər paylayırlar. Deyirlər ki, budur, filan alim deyib ki, o murciyadır, filan alim deyib ki, o murciyadır, filan alim deyib ki, bu murciyadır. Buna nə deyə bilərsiniz buna qarşı? Mən eşitməmişəm burada. Belə deyək də, qısacası, açıq danışmağı sevirəm həmişə. Çünki nə qədər məsələlər açıq danışılsa, o qədər şübhələr tez aradan qalxır. Əlhəmdülillah. Buradakı durum belədir ki, qardaşım, yəni açıq danışıram Allah rızası üçün və diqqətlə də qulaq asın və artıq istəmirəm sözüm üstüdə söz qoyula. Buradakı İbrahim Ruheli ilə başqaki şeyxlərin ixtilafının arasına baxsanız, ortada nəfs məsələsidir. Açıq şəkildə deyirəm. Burada hansılar ki, biz tanıdığımız Mədinədə İbrahim Ruheli ilə aralarında ixtilaf var, bir-birlərinə artıq şeylər deyirlər və bunlar zaps olunub, yayılır YouTube-da və başqa vasitələrdə. Bunların həqiqətinə baxsan nəfs məsələsidir. Nəfs məsələsidir. Nəfs məsələsidir. Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir. Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim. Vay halıma! Kaş ki, filan kəslə dost olmayaydım. Allahdan öz qulları arasında ancaq alimlər qorxarlar.